Şuşa əldən gedərsə başıma güllə çaxaram deyən o namərd xain bugün də orada-burada sülənir. Bu miting 16 may 1992-ci ildə olub. Baxın dostlar, Şuşa artıq 8 gün idi işğal olunmuşdu. Güllə məsələsi isə Heydər Əliyevin təxribatı nəticəsində dağıdılmış qüvvələrin bir yerə toplanmasına aiddir. Çox xahiş edirəm, xatırlayın o sözləri. Rəhim Qaziyev niyə deyirdi o sözü? Şuşanın getməsi ilə bağlı Rəhim Qaziyev dəli deyirdi ki, Şuşa gedəndən sonra bu sözü deyirəm. Sabah saat 12'ye kimi vaxt verirəm. Eğer oldu olmadı gelip sizin yanınızda beynime bir tane güllen çakı burada da yıkılacağım. Ben o halkın o gününü görmek istemiyorum. Dostlar, bax, fərq budur. Eləməliyim, indi sənin subutun varsa, əksin qoy ortalığa. 16 may, Şuşa gedib 8 gündür. Rəhim Qaziyev gəlir meydana, əli silahlı adamları kim gətirib cəhbələrdən, onun sözünü deyir, etirazını eləyir və deyir ki, sabah onlar orada olmasa başıma güllə vuracağım. Və sonra hamı yerində orada güllə vurmur. Əbufat Elçi bəyin göstərişi ilə bütün silahlı qüvvələr hamısı qayıtdı dərhal Rəhim Qaziyevin tələbi ilə qayıtdı hamısı öz yerinə. 16 mayda söhbət edirək kişilər. Nə Şuşa? Utanıb ölüb yerə girmirsiniz? Qəzələ çəkmirsiniz siz? Xahiş edirəm hamı qulaq asın diqqətinə. Fakt amansız olur. Yapış adamın yaxasından deyim mən buradayım. Ben o halkın o gününü görmek istemiyorum. Sizin yanınızda vaxt verirəm. Eğer olmadı gelip sizin yanınızda beynime bir tane güllen çakı burada da yıkılacağım. Ben o halkın o gününü görmek istemiyorum. Ve mənə də, nə mənim müxalifətdə olan yoldaşlarım da, o birilərdən gözləmirdim. Bu günləri mənə kim kömək elədi? Mənim texnikamı gətirdilər, adamlarımı gətirdilər bura. Lazımdır, bəli, ağsaqqal. O lazımdır birinci, sonra bu lazımdır. İkisi lazımdır, onda ikisini bir yerde aparmağı bacaran adam gelsin benim yerimde otursun. Ben bacarmıram onu. Eşitdiniz dostlar. İndi siz qoyun ortalığa ki, deyir Şuşa getsə başıma güllə vuracağım. Şuşa gedib 6-8 gün bundan qabaq, tərbiyəniz olsun. Dədən də yalan danışdı ölənə qədər. Özündə yalan danışdırsa bir kişilik tərbiyə var yoxsa yox. Adam yalan danışır. Anam deyirdi ki, it yalan danışır. İt. Adam yalan danışmaz. Tərbiyəsizlər.